Hər kəs salam şalar, necəsiniz? Var ümid edirəm ki, yaxşısınız. Bu gün sizlərlə bir yerdə mükəmməl bir videoyla qarşınızdayım. Bu gün uşaqlar ən axmaq, oyunda bildiyiniz ən axmaq karakterləri yığıb, yalnız qrupda win alıb, rəqibləri də qışqırtmağa çalışacağıq. Çox uzatmadan keçək. Videomuza like atıb abunə olmağı unutmayın. Belə videonun davam gəlməsi üçün bildirimlər zilini açsanız mən video atdıqda xəbərdar ola bilərsiniz. Bu da Raiden Vayda örümcək karakteri. Təbii ki də ən zındıq karakter demək olar ki budur. Demək olar ki, çox elə ən zındırı budur. Burada gəlirik Andreev. Harda babamıza kuşandırıq. Bu boş yerə də boş yerə də şeyi kuşanacaq. Sonya var, onu kuşanacaq. O 3 saniyəmiz olsun, fisyo. Bəlkə bu maksimi yerinə bilmirəm, nəsə kuşanmayım, amma məncə kuşanmasam yaxşıdır. Çünki kiti ən azından tez bastım. Nə qədər nerv eləyə bilsə o qədər yaxşıdır. Bilmirəm qabağıma necə, Azərbaycanlı falan gəlsək, gəlməyəcək, bilmirəm, bəlkə Rus gələcək, Erməni falan gəlsə o video zor video alındıraram. Bu arada ekranı o qədər qırmışam ki, ekranı barədə çox zəif oynayıram həqiqətən. Ola bilər bu videoda da yansıya bu zəifliyim. Hər nəsə maksimi dəyişmədim uşaqlar, beləcə də gedirik. Deyim ki, like atıb abunə olmağı unutmayın belə videoların davamı gəlməsi üçün. Bildirimlər zilində açsanız mən video atdıqda xəbərdar ola bilərsiniz. Oyunumuza başladı. Görək bir dənə açılsın, tez bir dənə silahdan zaddan götürək. Всё. Gəldi. Bir dənə də silahı biz seçəcəyik. Qabağa всё. Azərbaycanlı deyil. Ən yaxşısı Azərbaycanlı deyil. Всё. Qısaca конечно, yəni onsuz Azərbaycanlı da olsa eləyə bilərdim, bilmirəm. Burada bunu görüntüyü belə всё. Qırmızı görüntüyə çəkdim görüntüyü. Qəşəng. İndi uzaqdan falan mışdıqlar eləyəcəyik. Bir dənə oyuna da çox silməmişəm. Bundan əvvəl də takipçimlə istədim video çəkəm. Bir dənə vurdum qəşəng. Takipçimlə istədim video çəkəm. Buna bax uğraşdı. Bunun özünə məndən betərmişdi. Bunu indi mən xışlayım bir dənə bomba ilə. Yarıda qaldı söhbətim. Takipçimlə getdim ki, bir dənə video çəkim. Bir dənə ola açığa çıxmadı. Bunu da buradan buraxın bəlkə. Getdi özdə tutmağa getdi. Всё. Ölmədi. Rəqib də mış oyunçudur bu arada. Dedim ki, takipçimlə girdim uşaqlar yalnız qırdı. Bir oyun. Dedim bir dənə video çəkim. DP yox, bir şey yox. Ekranı da o qədər qırmışam. Heç nə alındıramıram video. İndi çıxdım ala ilişdim. Mənim heç bir şey yoxdur. İlişdim, tutub arxaya çəkdim ekranı. DP də çoxun problemi budur. Bax, DP artıranda elə bil ki, özümdən asıl deyil. Yəni ani hərəkətlərdə falan arxaya falan fırlana bilər. Yəni özümdən asıl deyil. Ofşum aldıramadım o videoda. Ona görə istədim takipçimlə birlikdə bir dənə video çəkəyəm, alınmadı. Gələn videoda falan sağ olsun elə bilsə yaxşı olar. Bir round rəqib aldı bu arada, çox pis oldu. Rəqibin almağı qəşəng vurmuşdum. Çünki xeyli axmışdıqlar eləmişdim. Raidenimizin biri gəlibdi. Bir dənə vurdum. Bir dənə raşlar zad eləyər o qıraqdan. Ona görə arada bir dənə gərək bilə baxın. Sən bunu bilirdim, bax səsi eşitmişdim. Bunu bırak. Hara gedir bu xiyar karakteri? Da tutdana bunu. Hara getdi bu? Rəqibə bax, mışdıq eləcək. Məndən də betər mış kimi oynayım. Baba dəymir. Pompalınqa daha nə deyim sən? Gəldindir. İndi mən bunu görünə qaracam. Baba yelək döşəyəcəm, eləcək. Gör ölürmü? Bax, heç bəkərə canı fulldur. Hardadır bu? Uşaqlar, dediyim kimi bu videoda ola bilərsiniz. İndi bacardığım qədər çox danışıb canınızın sıxılmamağını istəyirəm. Bu arada yeni klan açmışam. Klana da gəlmək istəsəniz gələrsiniz. Qəşəng adı falan qoymuşam. SNS as full klandır. Klanımızı qəşəng kasaq. Bir dənə 5 səviyyə, 6 səviyyə eləyək. Sonra tağ eləyək. Sonra bir dənə profil məcburi olacaq bu arada. Profilimi məndəki profil götürün. Dəyişmişəm, keçən səfərki profil deyil. Bir dənə bunu alanı tutmağı pis oldu. Amma bir şey eləməyə çalışacağım. Karakter yoxdur, bura keç. Elə promoyu raşlayacağım uşaqlar. Durmayacağım. Bir dənə belə sağ sol qəşəng. Bax bilirdim ki, o sağa atacaq güllüyü. Türk birində sağa getdim. Bir sonra sola gələndə rəqib birində istədi sağa atacaq güllüyü. Onda da kafa yedi pompa ilə qəşəng. Öldürməyi bacardıq. Dediyim kimi belə yaxşı VS videosu falan gəlmir. Çünki ekran falan dediyim kimi telefonu qırmışam. Həm dərslərdən də vaxt olmur, yoxsa dəyişirəm telefonu. Həm də istəmirəm bu. Bilirsiniz özümdən asıl deyil bir xəssiyyətim var. Necə deyim? Ya burada deməyim daha hənis başım belə yeni yeri deyil o. Bəlkə gələcəkdə fərqli kanallarımız falan olsa, yəni əyləncə kanalımız falan aktivləşdirsək, onda deyə bilərik. Əyləncə kanalımı niyə bağladım? Bu haqqda biraz danışım. Görürsüz rəqibə bomba falan atıram, Deagle-la tarayıram. Elə bilməyin ki, botam. Botam, yəni güclü oynamıram ha. Özüm bilə-bilə eləyirəm, çünki rəqibi nə qədər azıqlandıra bilsə yaxşı olar. Burada gördüm incə. Hardadır bu görən?
O bezində də orada. Hə, o bir kanalımı niyə bağladım uşaqlar? 2 kanalı bir-birinə həqiqətən dərslərimə görə həm paralel aparamırdım. Həm də bunu istəyirəm, məsələn, oyun kanalım aktivliyini artırım, oyun kanalımın izlənməsini artırım. Gəl qalırdı o kanal orada. Bir həftədən, 2 həftədən bir video atanda, 10 gündən bir video atanda o kanalın abunəsi və izlənmə saatı falan qalxmırdı. O da izlənmə saatı da bir videoya 2 saat, 3 saat gəldi. Mən çox az idi də, çox dəhşət az idi. Yəni o boyda videoya. Hə, dedim axı başım bura. Rəqib, bəlkə əsəmmət oxumusan. Nabayı yerə zadda uzanır. Pas yaka var indi, dayan sən. Dayan. İndi başlayacağım normal oynayamağa. Dayan. Bunu hara baş sağ ol. Baba hamısını belə hara gəldi çəkirik, pisiyor. Açıq vermir ki bir dənə vuram. Düz qırmızı gələndə çəkirəm məndə. Da flashım hanı? Bunu atacağam. O rəqib gəldi. Yaxşı əyildim. Yoxsa kafa deyə bilərdim. Bunu da indi çəkir atırıq ora. Çəkir İbrahim. Yaxınla raşlayırıq bir dənə. Aha. Sındıra bax. Düzap işlə özünü. Dayan. Tam bir dənə atlayırıq qəşəng. Allah, yox, kafa atdı. Bura indi uzandım. Bir dənə uzanmağı da elə pis yerə qoymuşam. Sio, gördün bax belə mələdərlər adamın eşşəyini belə öldürərlər adamın. Hər neysə, bir dənə buradan silahlarımızdan bunu seçək. P90, yox, MP40 atacağam, P90 eləyəcəm sırf. Bir dənə də bəlkə pompalını seçim, o yox. Parafaldır, ən zoru parafaldır. Çünki istədim birinci pompalı götürəm, sonra da dedim ala uzaqdır, həm də ekranımı yaxşı dönmür elə də. Pompalıya gərək mən yaxşı DP ilə falan normal tutuzura biləm də. Oradadır uşaqlar. Bilmirəm, biraz mış kimi oynayır, məndən də betər. İndi bombasına da bax. Mən də ora atanmayacam. Ardadır, aşağıdadır, aşağıya atacam elə bombanı, bir dənə tutsun orada. Tutmadı, qaçdı sağa. Bir dənə keçək, bunu burax. Qəşəng. O getdi onu tutma, buzunu qırım getsin tutsun, yoxsa tutma fikri yoxdur karakter. Qəşəng, əsəbləşdirəm bu dəqiqə rəqib kimi. Nəyə var bu dəqiqə çağırırlar, ona görə falan göstərdi də, bayaqdan bilirəm o. Yəni adama nervisinə toxunur da, bu Raiden karakteri var, nervisinə toxunur adam həqiqətən. Hə, uşaqlar, nə bilim, başqa nə danışım. Ki kanalı dediyim kimi paralel aparmaq çox çətin olur. Ha, ona görə də alınmır da, yəni çox çətin bir şeydir. Çətin olmaya bilər, amma dərslərimə dolayı çətin olur mənə. Vaxtım olmur, vaxtım olanda 2 kanala video çəkmək, 2 kanalın videosunu editləmək, 2 kanalın videosunu YouTube-a atmaq, plus da ki, nə bilim, rəylərini falan cavablandırmaq çox çətin bir şeydir. Çox açıq verirəm rəqibə, səhv eləyirəm. Bir dənə buradan aşağı düşək, bura birdən buz. İnşallah nə bilim, bir şeylər eləyəcəyik, nə vaxt eləyəcəyik, bir dənə sağ olsun 5-10 kaya gələk bu kanalımızda. Uf, qəşəng biraz yelək vurdum. Aha, gəldi buradan vur. Gördünüz, səsə doğru getdim. Dedim bir dənə solundan raşlayar həm də. Bildim ki, yəni buraya buz atanda oradan dalan gəlirdi. Dedim buradan raşlayar budan. Ona görə keçdim dikə tərəfə. Həmişə bazarın taktiklə özünüzü oyuna verin, oynayın. Mən eləyə bilmirəm. Çünki söhbət eləməsəm də videonun maraqsız gedər. Dat bura. Hə, dediyim kimi nə qaraq uşaqlar, nədən danışım? Biraz başqa nədən danışım? Belə maraqlı bir şeylər yoxdur ki, söhbət yoxdur ki, danışım. Başıma nəsə gəlib ki, bir şey danışam. Nə bilim, bəlkə dediyim kimi bilmirəm, daha hələ iPhone da fikrim var. Ya iPhone götürüm, bilmirəm, yoxsa çünki iPhone-a da həqiqi mən zəhləm gedirdi sözün düzü. Hardasa bir 2 ay vardı iPhone-a, yəni xoşum gəldi. Zəhləm gedirdi mən iPhone görəndə, yəni istəyir 13 Pro Max olsun, istəyir 16 Pro Max olsun. Xoşum gəlmirdi, yersiz telefon gəlirdi. Çünki bir telefon ki, ekran yeniləmə herzi 60-dırsa, xoşum gəlmirdi mənim bu telefondan. Amma yəni baxırdım sözün düzü, TikTok'da qabağıma ancaq şeylər gəldi. Bir ikisinə baxmışdım məsələn, qabağıma çıxmışdı. Sonralar da full eyni şeydən gəldi. O nə idi? Telefon satıcı yerlərindən deyirlər. Yəni bilmirəm, daha da tam yadımda deyil. Telefon satılan yerlər falan var da. TikTok'da onlar gəlir qabağıma çıxırdı. Tutdu dərsən, raşlayaq buna buradan. Allah'tım, indi ora buz atıb sağdan gəldim. Üstümə raşlayır. Ay sağ ol, beləcə adamı xışlayarlar. Qəşəng. Hə, söhbətim yarım qaldı. Bax elə videolar gəldi, video deyirəm. Yəni canlılar falan biçisinə baxmışdım deyə biraz.
Yəni full qabağıma elə şey çıxırdı. Mən həmişə xoşladığım bir dənə telefon markası olubdu oyuna görə. O da Poco olubdu. Yəni indidən xoşuma gələn demək olar ki, oyun telefonu Poco'dur. Sonra hə, indi məsələn iPhone xoşlayıram sözünüzü, qəşəngdir. Allah, hara atdım mən flaşı. İndi onda bombas gəlir, qaç. Tutmadı. Hardadır rəqib? Aha. Ay. Nə var? Ay, sağ ol. Beləcə xişdiyarlar adamı. Xiyar başını çıxartdı, başını çırpdım oradanca. Nə varmaq istədiyi sözü də bilmirdi. Vurdum, öldürdüm qəşəng bir şəkildə. Hə, indi xoşum gəlir sözüm düzü iPhone-dan, qəşəng telefonda, amma yenə də bilmirəm, ya iPhone, ya Poco, ya Infinix. Bu 3-4 telefon arası var, Redmi falan da ola bilər. Nəysə şu olar. Bir dənə klanımızı da göstərim, tez buradan çıxaq. Bax görürsüz, klanımıza kaçan oyuncular axtarırıq. 14 dənə şey var ya adam. Hər nəysə uşaqlar. Başqa nədən danışım? Bu videodan uşaqlar dediyim kimi bu qədər idi. Özünüzə yaxşı baxın. Bir sonraki videoda görüşmək üzrə. Sağ olun, salamat qalın.